Salam uşaqlar. Deməli, bugün mən kimyanın ilkin anlayışlarından 58-ə kimi olan testlərin izahını vermişəm. İndi 59-dan indi görək yerdə qalana kimi vaxtımız çatacaqsa, onların hamısını izahını verməyə çalışacağam. Gəlin baxaq 59-cu suala. Deməli, mən burada bir dənə ağ səhifəni çəkim. Aha. Deməli uşaqlar, 59-cu suala baxaq. Deyir ki, hansı maddələrin müsbət 20 dərəcədən müsbət 70 dərəcəyədək temperatur intervalında aqreqat halı dəyişmir. X üçün verib bizə, X maddəsi üçün verib, ərimə temperaturu müsbət 40-dan müsbət 120 arasındadır. Gəlin yazalım. Bura müsbət 40 və müsbət 120. Uşaqlar, həmin bu iki interval ki verib, müsbət 40-dan müsbət 120, o 3 dənə hissəyə ayrılır. Baxın, bir belə, belə və belə. Həmişə birinci bərk yazmalısınız. Bərk, maye və qaz. Bizə deyir ki, hansı maddə müsbət 20-dən müsbət 70-ə keçdikdə onun aqreqat halı dəyişmir. Baxın, bu müsbət 20, müsbət 40-dan əvvəldə yerləşdiyinə görə, baxın, məsəl üçün deyirəm, bura müsbət 20-dir. Bəs müsbət 70 harada yerləşir? Bəli, müsbət 40-dan müsbət 120 arasında, yəni burada yerləşir. Deməli, X maddəsi üçün aqreqat halı bərkdən maye keçib. X maddəsi üçün bərkdən maye keçib. Bizə deyir ki, aqreqat halı dəyişməsin. Deməli, bu X deyil. Gəlin baxaq Y üçün. Y üçün də ox çəkirəm. Bizə verib ərimə temperaturu 15 dərəcə və qaynama temperaturuna neçə dərəcə verib? 200 dərəcə yazdım. 2 dənə intervalda o 3 dənə hissəyə ayırd edilir. Bərk, maye və qaz. Həmişə belə yazıram. Bərk, maye, qaz. İndi müsbət 20 dərəcə harda yerləşəcək uşaqlar? Bəli, 15 dərəcədən sağda yerləşəcək. Yəni, baxın, təqrib olaraq burada yerləşir müsbət 20. Bəs müsbət 70? Müsbət 70-də bəli, 15-dən 200 aralığındadır. Yəni, məsələn, deyək ki, burada da müsbət 70 yerləşir. Deməli, hər ikisi maye haldadır. Maye haldan, elə maye haldadır. Yəni, aqreqat halı dəyişmədi. Onu da Y-i götürürük. Sonra baxırıq Z-ə. Deməli, yazıram, ərimə temperaturu -10 verib Z üçün. Qaynamada müsbət 80 verib. Yazıram bura -10. Burada yazıram müsbət 80. Və 3 hissəyə bölündü. Bərk, maye və qaz. İndi, məndə 20 dərəcədən 70 dərəcəyə keçmək deyir. 20 dərəcə harada yerləşir uşaqlar? 20 dərəcə -10-dan sağda yerləşir. Yəni, baxın, burada yerləşir. Bəs, deməli, müsbət 70 dərəcə harada yerləşəcək? O da -10-dan 80 aralığında yerləşəcək. Yəni, baxın, burada yerləşəcək. Onda hər ikisi mayədən maye olmuş olacaq. Deməli, bir Y-dir, bir də ki, Z-dir. Doğru cavab olur 59-da D variantı. Sonra, gəlin 60-cı suala baxaq. 60-cı sualda nə deyir? 60-cı sualda deyir ki, elementlər verib X elementi və Y elementi. Deyir, altrofik şəkil dəyişmədə X-də var, amma Y-də isə yoxdur. Mən sizə öyrətmişəm ki, baxın, Jobsisini yadda saxlayın. Yəni, karbon, oksigen, fosfor, silisium və kükürdün allotropik şəkil dəyişmələri var. Yəni, deməli, X elementi bunlar olacaq. A variantında xrom var deyə səhvdir. B variantında alüminium səhvdir. C variantında azot var, səhvdir. Y variantında da alüminium var, səhvdir. D variantında kükürt, fosfor və oksigenin X elementinə aiddir. Deməli, onun həqiqətən də allotropik şəkil dəyişməsi var, doğrudur. Y üçün isə, bəli, alüminiumda, azotdur və xromdur ki, bunların allotropik şəkil dəyişməsi yoxdur. Deməli, onda doğru cavab olacaq 60-da D variantı. 61-ci suala baxaq. Deyir ki, yenə X elementidir, bir də Y elementidir. Bu dəfə deyir, X elementinin allotropik şəkil dəyişməsi yoxdur, amma Y elementinin var. Baxın, yazıram. Yalnız bu yazdıqlarımın allotropik şəkil dəyişməsi var, yəni Jobsisin. İndi deyir, X üçün allotropik şəkil dəyişməsi olmasın. Deməli, mən bu yazdıqlarımı X-də görə bilmərəm. Baxın, oksigenlə fosfor A variantında var. Ona görə silinir. B variantında fosfor yazıb silinir. C variantında fosfor var, silinir. Sonra Y variantında kükürt var, silinir. Deməli, doğru cavab olacaq nə variantı? D variantı. Həqiqətən də X üçün azotdur, klordur, maqneziumdur. Bunların allotropik şəkil dəyişməsi yoxdur. Amma oksigen, fosfor və karbonun allotropik şəkil dəyişməsi mövcuddur. Ona görə də 61-də olur. Doğru cavab D variantı.
62 deyir, hansı mərhələdə fiziki hadisə baş verir? Baxın uşaqlar, burada nəzəri məlumatı mən sizə yenidən təkrarlayım. Biri var idi uşaqlar, xassələr keçir olurdu, fiziki xassələr və kimyəvi xassələr. Bir də var idi hadisələr. Hadisələr də deyirdik ki, keçir olur. O da fiziki hadisə var idi, bir də kimyəvi hadisə var idi. Fiziki xassələri biz deyirdik, baxın uşaqlar bunu bəzən qarışdırır, ona görə mən qarışdırmamaq məqsədi ilə burada sizin üçün özətləyirəm. Fiziki xassələr hansılara aiddir? Maddənin aqreqat halı, yəni bərk maye qasanda olması, rəngi, iyi, dadı, sıxlığı, elektrik istilik keçiriciliyi bunlar aiddir, donma temperaturu bunlar aiddir. Amma fiziki hadisə isə mən sizə demişdim, hansı proseslər var idi orada? Ərimə prosesi idi, donma prosesi, buxarlanma, ondan sonra kondensləşmə, sublimasiya, desublimasiya. Baxın, bunlar fiziki hadisə idi. Daha sonra nələr fiziki hadisə idi uşaqlar? Bəli, encisli qarşının arıması üsulları var idi. Onlar hansılar idi? Buxarlanma, sonra kristallaşdırma, daha sonra distillə və xromatoqrafiya. Deməli, bu və müxtəlif cinsli qarşının ayrılma üsulları hansılar idi? Süzmə, durultma və ayırıcı qıv, bir də maqnit təsir etmə. Yəni, bu saydaladığımız həmin bu proseslər, bunlar fiziki hadisə idi. İndi baxın, bizə deyir ki, birinci halda buzdan su halına keçməsi. Buz bərk haldadır, su isə maye haldadır. Deməli, birinci mərhələdə bərk haldan maye hala keçir. Deməli, bu necə bir prosesdir? Ərimə prosesidir. Və ərimə prosesi də biz bilirik ki, nədir? Fiziki hadisədir. Sonra, baxaq, sudan hidrogen alınması. Bu fiziki hadisə deyil və yaxud hidrogendən suyun alınması. Bu da fiziki hadisə deyil, 2 ilə 3 avtomatik silinir. Baxın, dördüncü prosesdə su maye haldadır, su buxardakı qazdır. Maye haldan qaz halına keçməsi. Bu da bizdə buxarlanma prosesidir. Deməli, bir ərimə prosesi, bir də buxarlanma prosesi fiziki hadisəyə aid olduğundan doğru cavab olacaq 1 ilə 4. Deməli, cavab olur 62-də B variantı. 63. 63-də nə deyir? Deyir, maddələr verib. A maddəsinin aqreqat halı X-dir, B maddəsinin isə aqreqat halı deyir, mayedir. Ayrılma üsulu Y verib. Və deyir, A maddəsi B maddəsi ilə müxtəlif cinsli qarışıq əmələ gətirir. Müxtəlif cinsi nə deməkdir? Yəni, mən onu adi gözümdə seçə bilmirəm. Və B maddəsi maye haldadır. İndi deyir ki, X və Y müəyyən eləyin. Baxın, A variantında deyir ki, X əgər bərkdirsə, yəni əgər B mayedir, verilib şərtdə. İndi deyir, X də bərkdir. Məsələn, müxtəlif cinsli qarışığa biz bərklə maye nəyə göstəririk misal olaraq? Məsələn, bərk deyirik qumdur, müxtəlif cinsli üçün. Mayedə sudur. Qum su qarışığı. Tamam. Qumla su qarışığı mən ayrılma üsulunu ayrıcı qıfla girdim. Xeyr. Mən onu süzmənliyə girdim. Deməli, A variantı yanlışdır. B variantına baxaq. B variantda deyir ki, deməli, X qazdır. X qazdır, B də mayedir və biz onu distillə ilə. Distillə ümumiyyətlə müxtəlif cinsli qarşının ayrılma üsulu deyil, eyni cinsli qarşının ayrılma üsuludur. Və distillə hər iki halda olan, maye halda olan maddələri ayırmağa kömək edir. Ona görə B variantı yanlışdır. C variantında deyir, X maddəsi bərk haldadır və biz onu buxarlandırma ilə, yenə deyirəm uşaqlar, baxın, müxtəlif cinsli ayrılma üsullarının, yəni ayrılma üsullarından buxarlandırma aid deyil. Buxarlandırma eyni cinsli qarşının ayrılması üsuludur. Ona görə C variantı da yanlışdır. Qaldı D ilə Y variantı. D variantda deyir ki, X mayedir və biz bunu ayrıcı qıfla aid edirik. Deyirəm, ola bilər. Niyə? Məsələn, A maddəsi deyir ki, X-də mayedir. Məsələn, deyək, yağ. B maddəsi də mayedir. O da, məsələn, olsun su. Yağla su həqiqətən müxtəlif cinsli qarışıqdır. Çünki yağ suyun üzərində sarı rəngli təbəqə əmələ gətirir. Və biz onu həqiqətən də ayrıcı qıfla və yaxud digər adda durultma. Bununla aid edirik, ayırırıq. Deməli, doğru cavab olacaq D variantı. Y variantında isə deyir ki, A mayedir. Hər iki mayeni biz süzmə vasitəsindən uşaqlar ayırt eləmirik. Süzməni bərklə maye qarışıq olmalıydı. Əgər B mayedirsə, A bərk olmalıydı. Əgər bizə X üçün maye yoxdur, bax, burada bərk yazsaydı, onu da Y variantı doğru olardı. Bu da belə. Sonra 64-cü suala baxalım. 64-cü sualda nə deyir? Deyir ki, adi şəraitdə uçucu olmayan nə deməkdir? Yəni bərk. Uçucu qazdır, uçucu olmayan da bərkdir. Uçucu olmayan birləşmələri müəyyən edin. Uşaqlar, CO2 karbon qazdır, silisium O2 qumdur, bərkdir, təbii ki, qum bərkdir. Sonra və natrium hidridi, qərəl metalların hidridi, o da bərkdir. H-xlordakı xlorid turşusudur, o da bərk deyil. Deməli, karbon qazdır, 3-dən 4 yanlışdır, doğru cavab olur 1-lə 2, yəni 64-də olur Y variantı. Baxalım növbəti testdə 65-ci suala.
65-ci sualda nə deyir? Deyir ki, maddələr verib, X maddəsinin aqreqat halı deyir mayedir, Y maddəsində də bərkdir və qarşılıqda müxtəlif cinslidir. Məsələn, deyirik biz buna qumdan su misal göstərə bilərikmi? Bəli. Qum su qarışığı müxtəlif cinslidir və biri bərkdir, biri mayedir. Deyir ki, bunu hansı üsulun aid edirlər? Təbii ki də süzməklə. Deməli, 65-də olur B variantı. 66-cı sualda, deməli, aqreqat halı X üçün maye verib, Y üçün də bərk verib və eyni cinsli qarışıqdır. Məsələn, buna xörək duzu və su və yaxud da biz şəkər tozu və suyu misal göstərə bilərik də. Və biz bunu necə ayırt edirik? Buxarlandırmaqla. Aha. Sonra 67-ci suala baxaq. Deməli, uşaqlar, yenə mən bunu sizə tam aydın izahını vermək üçün burada yazacağım. 67-ci sual. 67-ci sualda, uşaqlar, indi bəziləriniz var ki, məsəl üçün, əvvəlki olan testlərdə bununla oxşar idi. Onun izahına baxa bilirsinizsə, bunu birinci özünüz çalışın, yazın. Yox, görürsünüz ki, yenə yaza bilmirsiniz, onda videoya baxarsınız. Deyir ki, X üçün ərimə temperaturu verib 0 və müsbət 100 dərəcə. Baxın, bura yazıram 0, burada yazıram müsbət 100. Və mən bunu 3 hissəyə bölürəm. 1, 2, 3. Bura bərk, bura maye və burada qaz. Bəli. İndi mənə deyir ki, müsbət 20 dərəcə temperaturda X, Y və Z maddələrin aqreqat halını müəyyən edin. Müsbət 20 dərəcə uşaqlar sizcə harda yerləşəcək? Bəli, düz deyirsiniz. 0-la 100 aralığını yerləşəcək. Yəni, baxın, məsələn, burada yerləşəcək. Onda X-in aqreqat halı nə olmuş olacaq? Maye. Bəli. Sonra Y üçün baxalım. Y üçün bizə verib ərimə temperaturu mənfi 60 və qaynama temperaturunu da verib mənfi 10. Sonra yazdım bərk, maye və qaz. Mənə deyir müsbət 20. Müsbət 20 harda yerləşmiş olacaq? Təbii ki, müsbət 20 mənfi 10-dan sağda yerləşir. Deməli, sağda da yerləşəndə bizə nə əmələ gətirdi? Hansıdır maddəmiz? Qaz. İndi gəlin Z üçün baxaq. Z üçün bizə deyir ki, müsbət 30-dur və müsbət 140-dır. Və intervalda çəkirəm 1, 2, 3. Bərk, maye və qaz. İndi müsbət 20 dərəcə hardadır? Müsbət 20 dərəcə müsbət 30-dan əvvəldir. Baxın, buradadır. Deməli, bunun aqreqat halı nə olmuş olacaq uşaqlar? Bərk. Deməli, X maye, Y qaz və Z-dəki bərk haldadır. Maye, qaz və bərk doğru cavab olur D variantı. Sonra gəlin baxaq 68-ci suala. Bunu belə şifadə deyə bilərəm, amma özüm belə deyirəm ki, tam belə aydın olsun sizə. Ola bilsin, yenə başa düşməyənlər var. Bu heç də eyib deyil, anlamayan yenidən baxa bilər. Dəfələrlə, təkrar. Amma o qədər də uşaqlar çətin bir şey deyil. X maddəsi üçün, baxın, ərimə temperaturu 0 verib. Baxın, mən bu hissəni yazıram birinci. 0 verib, qaynama temperaturunda müsbət 100 verib. 2 dənə interval var. Baxın, bu 2 dənə intervaldır. Bu 2 dənə interval 3 dənə hissəyə ayırt edilir. Və həmişə birinci bərk yazırsınız, sonra maye yazırsınız, sonra da qaz yazırsınız. Yəqin ki, bura qədər hər şey aydındır. Sonra mənə verilən şərtdə, bax, bu qiymət, müsbət 10 dərəcə deyir, harda yerləşir? Təbii ki, bu riyaziyyatda da uşaqlar, ədədi oxunda ədədlərin yerləşməsidir. 10 harda yerləşir, müsbət 10? 0-dan 100 aralığında. Məsələn, bax, deyək burada. Bax, bu ikinci interval düşdü də, yəni bu ikinci intervalımız bizim mayedir. Deməli, X maddəsi maye aqreqat halındadır. Sonra gəlin baxaq Y maddəsi üçün. Y maddəsi üçün bizə ərimə temperaturu, baxın, nə verib? Mənfi 60 ərimə temperaturudur. Qaynama temperaturu da mənfi 10-dur. Yazdım belə. Və mən bunu 3 dənə hissəyə ayırt elədim. Bura yazdım bərk, bura yazdım maye, burada yazdım qaz. Müsbət 10 dərəcə uşaqlar harda yerləşir? Müsbət 10 sağda. Baxın, burada yerləşir. Deməli, bu nə olacaq? Y maddəsi qaz. Sonra Z maddəsi üçün baxaq. Mənə verib ərimə temperaturu müsbət 20 və qaynama temperaturunda mənə verib müsbət 140. 3 dənə hissəyə böldüm. Bərk, maye və qaz. Müsbət 10 dərəcə harda yerləşəcək? Bəli, müsbət 20-dən əvvəldə yerləşir. Deməli, bu bərk haldaydı. Z. Deməli, X maye, Y qaz və Z-dəki bərk halda. Bu hansı olacaq? Y variantı. Sonra 69-cu suala baxaq. 69-cu sualda nə deyir? Deyir, eyni maddələrin aqreqat halları X, Y və Z ilə işarə edilmişdir.
Y-i x-ə çevirmək üçün qızdırmaq lazımdır. Y-i x-ə çevirmək üçün lazımdır mənə qızdırmaq. Deyir Z-in də molar həcmi ən böyükdür. Deyir maddələrin aqliqat halını müəyyən edin. Baxın, Y deməli, məsələn deyirik ki, buzdur, bərk haldadır. Mən onu qızdırıram. Hansı hala gəlir? Maye hala. Deməli uşaqlar, Y bərkdir, məsələn buzdur. Onu mən ocağa qoydum, isindirdim. Temperaturunu dəyişdirdim, qızdırdım. O hansı halda oldu? Maye halda suya çevrildi. Deməli, Y bərk, X da mayedir və ümumiyyətlə yadda saxlayın. Molar həcmi ən böyük olan, baxın bu sözə cümləyə fikir verin. Molar həcmi ən böyük olan uşaqlar qazlara aid olan bir fikirdir. Deməli, Y bərkdir, X mayedir və Z də nə olacaq? Qaz olmuş olacaq. Ona görə gəlin burada biz doğru variantı seçək. Deməli, Y bərk, X maye və Z-də qaz. Deməli, doğru cavab olur 69-da B variantı. 69B. Sonra gəlin 70-ci suala baxın. Deyir ki, Z-i Y çevirmək üçün soyutmaq lazımdır. Z-i Y çevirmək üçün soyutmaq lazımdır. Deyir, X-in molar həcmi ən böyükdür. Dedik ki, molar həcmi ən böyük deyirsə, ümumiyyətlə bu nəyə aid olan bir fikirdir? Qaza. Deməli, X qaz olmalıdır. Bu variantlar getdi. İndi deyir, Z-i də Y çevirmək üçün soyutmaq lazımdır. Deməli, Z mayedir, düzüm adi sudur. Mən onu soyutmalıyam, qoymalıyam soyuducuya ki, o olsun buza çevrilsin, yəni bərkə çevrilsin. Deməli, Z maye, Y də bərkdir. Ona görə doğru cavab olur nə variantı? Y variantı. Sonra 71-ci suala baxaq. 71-ci sualda deyir, X maddəsini su ilə qarşılığını distillə etməklə, Y maddəsinin su ilə qarşılığını süzməklə əldə edilir. Deyir, X və Y maddəsi üçün olanları müəyyən edin. X bir də Y. X maddəsinin su ilə qarşılığını distillə etmək. Distillə prosesi 2 dənə maye halda olan maddələr üçündür və bir-birlərinə yaxşı həll olmalıdır. Su mayedir. İndi mən deməli X-a uyğun olaraq bir dənə də maye hal tapmalıyam. Və bəli, bu etil spirtidir maye halda olan və sirkə turşusudur maye halda olan. Deməli, X üçün 1,4-dür. Y də deyir su ilə qarşılığını süzmək. Deməli, məndə süzmək deyirsə, bir maye olmalıdır, bir də bərk halda olmalıdır. Su maye haldadır. Deməli, mən Y üçün bərk olanı tapmalıyam. Qum bərkdir və təbaşir bərkdir. Deməli, X üçün 1, 4, Y üçün isə 2 və 3 olmuş olacaq. 71-də olur C variantı. Sonra 72-ci sualda deyir ki, X cisimdə, Y-də maddədir. X və Y-yi müəyyən edin. Cisim uşaqlar deyirsə, yəni baxın, su maddədir. Özünüz bilirsiniz, necə bir maddədir özdə? Su, H2O, mürəkkəb maddədir. Çünki orada həm hidrogen elementi var, müxtəlif növ elementlər var da, həm də oksigen. Su mürəkkəb maddədir. Yenə burada su var, mürəkkəb maddədir. Baxın, cisim deyir. Cisim nə ola bilər? Bu oksigen ola bilməz təbii ki. Oksigen necə bir maddədir? Bəsit maddədir. Yəni, bizdə elə bir şey olmalıdır ki, cisimlər, məsələn, lövhədir, partadır, masadır, stəkandır. Baxın, bunlar da cisim. A variantını yazıb ki, X masa cisimdir, oksigendəki maddədir. Bəli, bəsit maddədir. Doğru cavab A variantıdır. Amma D variantında yazır ki, stəkan cisimdir, X üçün bəli doğrudur. Amma Y üçün isə masa maddə deyil, o da cisimdir. Ona görə D variantı yanlışdır. Sonra gəlin 73-cü suala baxaq. 73-cü sualda deyir ki, X cisimdir, Y də maddədir. Hidrogen cisim deyil, alüminium cisim deyil, su cisim deyil, parta cisimdir və su da maddədir. Doğru cavab olacaq 73-də C variantı. 74-də müxtəlif cinsli qarışıqları müəyyən edin. Xörək duzu su, şəkər su, bunlar eyni cinsli qarışıqlardır. Çay qumu su, benzin su isə müxtəlif cinslidir. Doğru cavab olur A variantı. Eyni cinsli qarışıqları müəyyən edin. Yağla su deməli deyirik ki, müxtəlif cinslidir. Qumla su müxtəlif cinslidir. Və 75-də doğru cavab onda olacaq nə variantı? D variantı. D variantı 1, 3. Şəkər su və soda su. Gəlin baxalım 76-cı suala. 76-cı sualda nə deyir? Deyir ki, ayrıcı qıfın köməyi ilə ayrılması şəkildə kimi olarsa, X və Y müəyyən edin. Baxın, Y deməli sıxlığı X-in sıxlığından azdır. Bu, ümumiyyətlə, bu cihaz uşaqlar ayrıcı qıfdır. Ayrıcı qıf. Ayrıcı qıf deyirdik, nəyin fərqinə əsaslanır? Sıxlıq fərqinə əsaslanır. Və ayrıcı qıfda 2 dənə maye halda olan maddə olmalıydı. Düzdürmü? Maye, ikisi də maye olmalıdır. Şəkər bərkdir, silindi.
Ondan sonra burada başqa nəsə varmı? Yox. İndi 2 maye olmalıdır. Və 2 mayeni biz elə seçməliyik ki, məsəl üçün bu etil spirti suyu biz ayrıcı qıfına deməli ayrı edə bilmərik. Çünki etil spirti suyu eyni cinsli qarışıqdır. Ayrıcı qıf isə müxtəlif cinsli qarışıqlara ayrılmış suludur. Məsələn, mən bunu deyə bilərəm yağ su, benzin su. İndi məsələ budur ki, hansıdır yağ, hansıdır su və yaxud da hansıdır benzin, hansıdır su, yəni hansı X-dir, hansı Y-dir. Uşaqlar, sıxlığı az olan həmişə yuxarıda olur. Deməli, baxın, bu Y-in sıxlığı azdır. Amma X-in isə sıxlığı çoxdur. Və suyun da sıxlığı çoxdur. Deməli, X olacaq su. Bu hansı variant olur? C variantı, bir də D variantı. Çünki X üçün yazıb su. Amma burada D variantında görürəm duz söhbəti vardır. Duz bərk, yəni bərk ola bilməz. Bizdə ikisi də maye olmalıdır. Deməli, X həqiqətən də sudur. Y-dəki həqiqətən də bitki yağıdır. Çünki bitki yağı sıxlığı az olduğu üçün o suyun üzərində olur. Mən bunu nəzərdə demişdim. Deməli, 76 olur C variantı. 77. Y-in sıxlığı suyun sıxlığından az olmalıdır. Bu X sudur. Çünki suyun sıxlığı çoxdur deyə qabın dibindədir. Bu Y isə sıxlığı azdır. Deməli, Y ümumiyyətlə duz ola bilməz, şəkər ola bilməz. X su demişiksə, Y-də olur benzin. 77-də olur nə variantı? Y variantı. 78-ci sualda su ilə gildən ibarət qarışıqda gilə hansı üsulla ayırt eləmək olar? Su ilə gil, uşaqlar, biri bərk maddədir, gil bərkdir. Su isə mayedir. Biz bunu, bəli, süzməklə. Yetmiş 9-cu sualda su ilə qumdan ibarət olan qarışığı yenə süzməklə. Buxarlandırma üsulu ilə, buxarlandırma üsulu biz bilirik ki, eyni cinsli qarışıqların ayrılma üsuludur. Buxarlanma üsulu ilə ayrılması şəkildə kim olursa, X və Y maddələrini müəyyən eləyin. Deməli, bu Y uçub gedib, deməli, bu Y maye haldaymış ki, mən onu deməli, buxarlandıranda o qaz şəklində uçub gedir. Ona görə Y xörək duzu ola bilməz, şəkər ola bilməz, qum ola bilməz, Y sudur. Çünki su müəyyən yəni dərəcədə, temperaturda o buxar şəklində ayrılır. Bu Y-də onun ayrılmasını göstərir də, yəni həm bu qabdan ayrılır. Deməli, Y suyumuş. X də xörək duzu. Doğru cavab olur 80-də Y variantı. 81. Bəsit maddələri göstərin. Natrium xlorid bəsitdir, mürəkkəb maddədir, belə yazılır. Çünki ondan sonra su mürəkkəb maddədir, H2O. Ondan sonra kalsium oksid mürəkkəb maddədir, xlorid turşusu H-xlordur, mürəkkəb maddədir. Hardan bilirəm, ay müəllim, mürəkkəb maddədir. Uşaqlar, mən sizə demişəm ki, əgər müxtəlif növ atomlardan ibarətdirsə, mürəkkəb, eyni növ atomlardan ibarətdirsə, bəsit. Baxın, ozon, O3, 3 dənə oksigen atomu var. Natrium, 1 atomludur, bəsit maddədir. Kükürt S8, yəni 8 dənə kükürt var. Doğru cavab olacaq 81-də C variantı. 82. 82-də bizdə nə deyir? Deyir, eyni şəraitdə müxtəlif kütləli etil spirti. Etil spirti saf maddədir. Hardan bildiyim? Çünki onun formulunu yazıram. C2H5OH formulu yaza bilirəmsə, bu nədir? Saf maddədir. Amma bizə deyir ki, eyni şəraitdə, şərait sözü eyni şəraitdə zaten yazılmalıdır. Müxtəlif kütləli. Deyir, nə eynidir? Uşaqlar, biz saf maddələrin tərifini verəndə, nəzəri məlumatda mən bunu izahını vermişəm. Saf maddələrin tərifini verəndə necə dedik? Dedik, saf maddələr sabit fiziki xassəli olmalıdır. Yəni, onun sabit qaynama temperaturu olmalıdır. Yəni, onun sabit ərimi temperaturu, sabit rəngi, sabit iyi, sabit sıxlığı olmalıdır. Düzdürmü? Baxın, qaynama temperaturu sabitdir. Yəni, eynidir. Sıxlığı da eynidir. Bəs həcmi niyə eyni deyil? Çünki kütləsi müxtəlifdir. Əgər bizə belə versəydi, eyni şəraitdə yazsaydı ki, eyni kütləli etil spirti üçün nə eynidir, onda biz həcmi də götürərdik. Amma müxtəlif kütləli olarsa, təbii ki, onun həcmi də nə olacaq? Müxtəlif olacaq. Amma qaynama temperaturuna sıxlığı eyni olacaq. Ona görə doğru cavab olur 82-də A variantı. 83. Eyni şəraitdə müxtəlif kütləli su, su yenə H2O-da formulu yaza bilərəmsə, bu saf maddədir. Deyir, nə eynidir? Qaynama temperaturu eynidir, sıxlığı eynidir. Baxın, müxtəlif kütləlidir deyə onun həcmi eyni deyil. Ona görə 1 ilə 3 oldu A variantı. 84. Atom kütlə vahidi oksigen üçün 16 olan atomun kütləsinin 16 biri qəbul edilərsə, elementin nisbi atom kütləsi necə dəyişər? Uşaqlar, dəyişməz. Niyə ay müəllim? 16-nı vurun 16-da 1-ə. 16 qısa gedəndə qalır 1. 1 də dəyişməz deməkdir. Bu qədər sadə. 14-ü vurun 14-də 1-ə. Bu 14-ü vurun, bu 14-ü. Baxın, bu 14-ü vurursunuz buna 14-də 1-ə. 14-lər getdi, qaldı 1. 1 də varsa bu dəyişməz deməkdir. 85-də C. 86. 86-da deyir ki, bizə kükürt,
dəmir qırıntıları və xörək duzundan ibarət qarışığı ayırmaq üçün yerinə yetiriləcək təcrübə işlərinin ardıcıllığını deyir müəyyən eləyin. Ardıcıllıq. Uşaqlar, birinci mən burada dəmir qırıntıları sözünü görürəm. Mən dedim, əgər məndə şərtdə dəmir, kobalt, nikel söz varsa, mən onu birinci maqnilə təsir edirəm ki, orada dəmirdir və ya dəmir olmasın, kobalt, nikel varsa, onlar oradan ayrılsın. Deməli, mən birinci, baxın, bu üçüncü prosesi yeni yetirirəm. Birinci məndə nə olmalı? 3 olmalı. Buna görə A variantı, D variantı, Y variantı getdi. Buradan deməli dəmir bizdə getdi. Qaldı məndə nə? Kükürt qaldı, xörək duzu qaldı. Sonra mən hansı prosesi yeni yetirəcəm? Üzərinə gələcəm suyu. Fikir verin cümləmə. Üzərinə su gəlirəm. Niyə? Çünki bu kükürtlə su, kükürt bərk maddədir, suda maye haldadır. Çöküntü verəcək. Üzərinə su tökəndə elə bir ki, baxın, burada mən sizin üçün qəşəng izahımı verim. Tam belə aydın olsun. Və siz də uşaqlar nə bilmədiyiniz olduğu mənim əlaqə nömrəmi yaza bilərsiniz. Hətta mən burada sizin üçün indi deyəcəkdim. Əslində dərsin əvvəlində yadımdan çıxdı demədim. Əlaqə nömrəm uşaqlar 051 595 69 64-dür. Bunu mən əslində dərsin əvvəlində deyəcəkdim. Mənim bu əlaqə nömrəmə qoşulmaqla uşaqlar bir qrup yaradırıq. Bu qrupda mən sizə testlər verəcəm. Müxtəlif növ testlər olacaq. Özümün hazırladığı testlər də olacaq. Əlavə, yəni ki, OTK-nın testləri, model sualların testləri də olacaq. Və mən sizə onu sınaq müddəti kimi, sanki bir sınaqdaymışsınız kimi müəyyən bir vaxt içərisində siz o testləri işləyəcəksiniz. Və daha sonra atacaqsınız testlərin həlləri ilə. Həlləri də indi olmasa özünüz həlləri bir qıraqda yaza bilərsiniz. Variantları nəsə satırsınız mənə. Və mən onu sizə yoxlayıram. Axırda nəticə olaraq nə qədər ki uşaq var, ilk 3 yer olacaq. Birinci yer, ikinci yer və üçüncü yer. Onların qalibləri, yəni kim ki daha çox düz yazıb və müddət olaraq da biraz baxacağım ki, məsəl üçün belə ola bilər ki, məsələn 3 nəfər uşaqdır. Hamısı məsələn 20 suallıq bir testdən 18 düz yazıb və yaxud da 20 düz yazıb. Amma məsəl üçün biri məsəl üçün deyək ki 40 dəqiqə bitirib, biri məsəl üçün 1 saata bitirib, biri 45 dəqiqə bitirib, hansı daha tezsə onu da birinci yerə yazım. Yəni burada belə maraqlı şəkildə eləmək olsun deyə. Aha, bu belə. Bu mövzudan kənar idi. Yəni istəyən qoşula bilər, mənə bu nömrədən yazsınlar. Deməli, baxın, dedim kükürdür, dəmir qırıntısı, xörək duzdur. Burada maqni təsir etməklə dəmir qırıntısı bizdə getdi. Mənim qabımda nə qaldı? Mənim qabımda qaldı kükürd və xörək duzu, düzdürmü? Mən deyirəm ki, indi buna, gəlin uşaqlar su tökək. Deyirsiniz ki, niyə ay müəllim? Deyirəm ki, kükürd bərkdir, xörək duzu duz bərkdir. Amma kükürdlə su bizə müxtəlif cinsli qarışıq yaradacaq. Tamamı, müxtəlif cinsli qarışıqlarda da biz necə ayırt eləyirdik? Müxtəlif cinsli qarışıq olsun. Kükürdlə su, kükürd bərkdir, sudan mayedir. Bərklə mayeni biz necə ayırt eləyirdik uşaqlar? Süzməklə, düzdürmü? Baxın, süzmək cihazını da burada görürəmmi? Görürəm. Baxın, bu bizim süzmək cihazımızdır. Deməli, mən birinci onun üzərinə su tökməliyəm ki, daha sonra süzümdə. Deməli, birinci 3, sonra 4, sonra 2. İndi baxın, süzəndə məndə nə ayrıldı? Süzəndə məndə kükürd də ayrıldı artıq. Məndə onda qabımda nə qaldı? Qabımda qaldı məndə xörək duzu və su. Düzdürmü? Və baxın, mən onu birinci proses buxarlandırma ilə su qaz şəklində ayrılacaq. Qaz şəklində. Məndə nə qalacaq təkcə? Xörək duzu. Deməli, ardıcılıq belədir. 3, 4, 2, 1. Birinci maqlə təsir etməklə dəmir qırıntılarının həmin bu qabdan ayırt elədim. Qaldı məndə kükürdlə xörək duzu. Sonra onun üzərinə su tökdüm ki, məndə müxtəlif cinsli bir qarışıq yaransın. Çünki görürəm ki, niyə müxtəlif cinsli qarışıq yaratmaq məqsədim var? Çünki görürəm ki, ikinci şəklin bir şəklə də fikir verəndə süzməkdir. Süzmək də ki, eyni cinsli qarışığa aid deyil, müxtəlif cinsli qarışığa. Mən də görürəm ki, kükürdlə xörək duzunun üzərinə mən su töksəm, kükürd su müxtəlif cinsli qarışıqdır və həqiqətən də mən onu süzməklə ayırt edə bilirəm. Deməli, 3, 4, 2 və məndə nə qaldı? Xörək duzu, su qaldı. Xörək duzu suda eyni cinsli qarışıqdır. Buxarlamada eyni cinsli qarışığın ayrılması üsuludur. Su da deməli deyirik ki, müəyyən temperaturda buxar şəklində. Baxın, bax görürsünüz, bax buxar şəklində. Bax görürsünüz bunu. Buxardır bu. Buxar şəklində su ayrıldı, yerdə də qabdı, məndə qaldı xörək duzu. Deməli 3, 4, 2, 1. Doğru cavab olacaq nə variantı? B variantı. Yəqin ki, başa sala bildim. Sonra 87. 87 nə deyir? Deyir ki, distillə suyu verir, bir də tispirti su verir. Deyir ki, bu Euler-Venn diaqramını tanımlayın. Saf maddədir. Qarışıqdır və qaz halındadır. Qaz halındadır, ümumiyyətlə burada heç bir şey qaz halında deyil. Etil spirti su qaz halındadır. Ona görə A variantı səhvdir.
Sonra nə deyir? Deyir ki, B variantı tərkibi sabitdir. Distilə suyunun bəli tərkibi sabitdir. Maye halında hər ikisi təbii ki, distilə suydur. Yəni adi su, distilə suyu bunlar mayedir. Etil spirti su yenə bu da mayedir. Y deməli hər ikisi maye haldadır, düzdür. Tərkibi sabitdir. Distilə suyuna aiddir. Encisli qarşıtı bəli etil spirti su doğru cavab elə olacaq B variantı. Qaz halında ümumiyyətlə bu yanlış bir fikirdir. Qaz halında burada nə qaz halıdadır? Bu sudur, bu da etil spirti su. Nə qaz halındadır? Qaz halında ümumiyyətlə fikir yanlışdır. N-cinsli qarışıqdır. Nə? N-cinsli qarışığın olması üçün məndə 2 və daha çox saf maddə olması lazımdır. Bu distildə təkcə sudur. Yalnızca bir maddədir. Bu necə N-cinsli qarışıq ola bilər? Məndə ən azı 2 dənə saf maddə olmalıdır. Etil spirti də saf maddədir, su da saf maddədir. Budur qarışıq. N-cinsli qarışıq. Ona görə G variantda silindi. Şəffafdır deyir, bərk halda. Nədir burada bərk olan? Sudurmu bərk olan? Və yaxud etil spirti su qarışımı bərkdir. Ona görə bu da yanlışdır. Doğru cavab olur 87 B variantı. Gəlin baxaq 88-ci suala. 88. 88-də nə deyir uşaqlar? Deyir ki, qarışıq verilib. X üçün verib sirkə turşusu, su və Y üçün verib etil spirti su. Deyir, distilli sulu ilə ayırt eləmək olur. Deyir, hər ikisinə aid olsun. Aha. Bəli, hər ikisini biz distilli suyundan aid edə bilirik. Həm sirkə turşusu, həm də etil spirti su qarışığını biz distilli suyundan aid edə bilirik. Eyni cinsli qarışıqdır. Bəli, etil spirti su da, sirkə turşusu su da eyni cinsli qarışıqdır. Elektrik cərəyanı keçirir. Hər ikisinə aid deyil. Uşaqlar, elektrik cərəyanı hər ikisinə aid deyil. Bizə hər ikisinə aid olan fikir soruşurdu. Onun doğru cavabı olacaq nə variantı? B variantı. Uşaqlar, deməli, burada deyir ki, elektrik cərəyanı keçirir. Bu ortaq bir fikir deyil. Ona görə ki, etil spirti elektrik cərəyanı ümumiyyətlə keçirmir. Yadda saxlayın. Amma sirkə turşusu isə çox zəif keçirir. Deməli, ortaq deyil də, hər ikisi üçün eyni bir şey deyil. Doğru cavab onda olacaq 88-də 1 ilə 2, yəni B variantı. Aha, uşaqlar, gəlin 89-cu suala baxaq. Deməli, 89-cu sualda bizə nə deyir? 89-da deyir ki, X, Y və Z maddələrindən ibarət qarışıqda bu maddələri ayırmaq üçün həll edicilərdən hansı ardıcılıqla istifadə etmək lazım gəlir? Deməli, uşaqlar, bu tipli sualların, belə deyim də, əsasən onsuz da belə çox dərin, yəni bunun haqqında geniş bir əlavə olaraq məlumat düşmür. Yəni ya da bunun fərqli bir tipi də gəlib imtahanda düşmür. Həmişə eyni tip suallar salınır. Yəni bu neçə il ərzində də toplularda həmişə bu tipli suallar demək olar eyni formatdadır. Yəni bunun müxtəlif bir forması gəlmir. Ona görə də bunu belə tam ətraflı izah vermək istəmirəm. Çünki necə deyim, bunun tam ətraflı izahını versəm çox uzun vaxt aparacaq. Və bunun elə ən yaxşısı sizə qısa konkret yolunu öyrətməkdir. Yəni bu tipli suallarda sadəcə bu qaydanı bilsəz yetərlidir. Yenə deyirəm, çünki başqa bir formada indiyənə kimi düşməyib deyə bunun bir narahatçılığını çəkmirəm ki, yəni tam dərin izahını verim, başqa bir formada düşsə yaza biləsiniz. Belə bir şey yoxdur. Çünki həmişə eyni tip belə sual düşür. Və test topusunda da buna aid bir neçə oxşar suallar da var. Yəni həmişə belədir. Baxın uşaqlar, bunun birinci qaydası necədir? Birinci mərhələdə uşaqlar, birinci mərhələ siz bir həll olan, baxın fikir üçün verin cümləmə, bir həll olan, iki həll olmayan axtaracaqsınız. İki həll olmayan. İkinci mərhələdə isə bir həll olan və bir həll olmayan axtaracaqsınız. Baxın, gəlin bunu biz fərqli bir rənglə göstərim. Görürsünüz ki, baxın, X maddəsi üçün yazıb həlli olmur, həll olur, həll olur. Yəni, baxın, bu cür baxırıq, üfüqi istiqamətdə baxırıq. Məsəl üçün, su üçün 2 dənə həlli olan verib, bir dənə həlli olmayan verib. Bizə elə lazım deyil. 2 həlli olmayan, bir həlli olan lazımdır. Su belə getdi, yəni götürmürəm suyu. Spirt üçün 2 həlli olmayan, bir dənə həlli olan verib. Deməli, baxın, mən bunu üfüqi istiqamətdə belə çəkdim. Baxın, fikir verin. Üfüqi istiqamətdə çəkdim. Çünki 2 dənə həll olmur söz var, bir dənə də həll olmur söz var. Birinci mərhələyə uyğundur. Və həll olur sözü olan istiqamətdən, şaqil istiqamətdən bir dənə də xətt çəkirəm. Şaqil istiqamətdən həll olur, hansına düşür? X-ə. Belə bir dənə xətt çəkdim. Deməli, mənim bu X maddəm, uşaqlar, nə oldu? Spirt. Yazıram, deməli, birinci spirtdir. Və artıq mən burada spirti silirəm. Spirti burada qaralayın. Yəni, siz artıq spirtə burada baxmırsınız. Baxın, bu sanki spirt getdi. Spirt getdi. Bir üfüqi istiqamətdən silirsiniz. Bir də belə şaqil istiqamətdən həmin o sıranı silin. Bizdə yerdə qaldı nə? Su ilə efir. Və ikinci mərhələdə mən sizə dedim ki, bir həll olan, bir həll olmayan söz götürürsünüz. Suda 2 dənə həll olur söz var. Efirdə isə bir həll olur, bir həll olmur. Deməli, onda
İkinci olacaq efir. Bir həll olur, həll olmayan. Və sonda qalacaq su. Deməli, spirt, efir və su. Doğru cavab olur 89-da A variantı. Yəqin ki, tam izahını verə bildim. Yenə oxşarları çıxacaq, onda yenə izahını verərəm. Başa düşməyən yenə orada baxa bilər. Gəlin 90-cı suala baxaq. 90-cı sualda nə deyir? 90-cı sualda qarışıq verib, x, y qarışıqdır, deyir homogen qarışıqdır. Bir də y, z qarışığı verib, bu da deyir heterogen qarışıqdır. Su ilə şəkər heterogen deyil. Su ilə etil spirti heterogen. Heterogen yəni müxtəlif cinsli deyil. Bu da su ilə etil spirti heterogen müxtəlif cinsli qarışıq deyil. Amma su ilə neft bəli heterogen qarışıqdır. Etil spirti ilə su da homogen qarışıqdır. Deməli 90-da olur Y variantı. Gəlin baxaq 91-ci suala. 91-ci sualda nə deyir? 91. Deməli, deyir ki, oksigendir, fosfordur, oksigen, fosfor, P4 və kükürt, S8. Deyir, bu elementlər üçün ümumi olan ifadələri göstərin. Çox atomlu bəsit maddələr əmələ gətirirlər. Çox atomlu bəsit maddələr əmələ gətirirlər nə deməkdir? Yəni, alotropik şəkil dəyişməsi var. Bəli, oksigenin ozondur, bir də oksigendir. Fosfor, A, qara, qırmızı fosfordur, kükürt var, kristalik kükürt, bir də o birisi kükürt, amorf kükürt. Yəni, çox atomlu bəsit maddələr əmələ gətirirlər, doğrudur. Hər üçü üçün aid olan bir fikirdir. Alotropik şəkil dəyişimləri mövcuddur, bu da doğrudur. Aqreqat halları eynidir, xeyr. Aqreqat halı eyni deyil. Ona görə 1 ilə 2, yəni olur Y variantı. 92. 92-də deyir ki, hidrogen, H2, fosfor, P4, kükürt, S8. Deyir ki, elementlər üçün ümumi olan ifadələri göstərən çox atomlu bəsit maddələr əmələ gətirirlər. Bəli. H2-dir, çox atomludur, 2 dənə H atomdan ibarətdir. P4 çox atomlu, 4 dənə fosfordur. S8, 8 dənə kükürt atomda, yəni 1 doğrudur. Alotropik şəkil dəyişmələri mövcuddur. Fosforla kükürdün alotropik şəkil dəyişməsi var, amma hidrogenin yoxdur. Ona görə 2 yanlışdır. Dəyişkən variantlidir. Deməli, budakı fosforla kükürt dəyişkən variantlidir, amma hidrogen isə bir variantlidir, yəni sabit variantlidir. Ona görə 3 də yanlışdır. Deməli, doğru cavab olur 92-də A variantı. Sonra 93. Baxın, 93-cü sualda nə deyir? Deyir ki, yenə eyni tipli sualda. Deməli, 89-cu sualdan eyni sualda. 93-də deyir ki, həllecilər verib. İndi birinci həlleci, ikinci həlleci və üçüncü həlledici. Deməli, mən dedim sizə necə olur. Baxın, burada indi bir dənə ağ səhifə çəkeyim. Baxın, mən dedim sizə necə olur. Dedim ki, birinci mərhələdə. Baxın, buraya yazıram yenidən. Birinci mərhələdə deməli, bir həll olan, 2 həll olmayan söz götürürsünüz. İkinci mərhələdə isə bir həll olan və bir həll olmayan sözünü götürürsünüz. İndi gəlin baxaq. Baxın uşaqlar. Yenə deyirəm, üfüqi istiqamətdə baxırıq. Birinci üçün, deməli, 2 dənə həll olur söz var, 1 dənə həll olmuş söz var. Bizə bu lazım deyil. Deməli, birindən işimiz yoxdur hələ ki. İkinci üçün, deməli, 2 dənə həll olmur, 1 həll olur. Bəli, bunu götürürəm. Və həll olur istiqamətdə. Yəni, şaqli istiqamətdə. Mən onun xəttini çəkirəm. Bax, həll olur, Y üçün var. Deməli, oradan Y üçündə xəttini çəkdim. Onda Y maddəsi olur 2. Düzdürmü? Əvvəlcə 2. Sonra mən həmin bu istiqaməti qaralayıram ki, mən bu sonradan çaşdırmasın. Baxın, həm üfüqi istiqamətdən qaralayıram. Yəni, baxmıram da elə bir. Həm də ki, bu istiqamətdən baxmıram. Üfüqi istiqamətdən baxmıram. Baxın, bu istiqamətdən baxmıram. Üfüqi istiqamətdən baxmıram. İndi ikinci mərhələdə məndə uşaqlar, deməli, bir həll olan, bir həll olmayan söz lazımdır. Bu da ki, indi necə olacaq? İndi burada bir həll olan, bir həll olmayan, bir x-də də verib, birinci olaraq bir həll olmur, bir həll olmur. Bir də üçüncü də verib, bir həll olmur, bir həll olur. İndi biz bunu necə hesablayacağıq? Bir dənə o birisi tərəfə keçim mən. Bir dəqiqə gözləyin. Deməli, əvvəlcə dedim sizə nə olması lazımdır? Bir dəqiqə. Uşaqlar, burada bir şeyi nəzərə çatdırıram. Bir dəqiqə. Mənim verdiyim qayda isə tamamilə doğru bir qaydadır. Birinci mərhələdə bir həll olan, 2 həll olmayan, amma ikinci mərhələdə bir həll olan, bir həll olmayan. Sadəcə burada şərtdə mən bir şey fikir verməmişəm. Bu da nədir? Baxın, gəlin mən bunu belə izahını verim. Burada hətta qrafiki təzdən çəkeyim. Bir dəqiqə.
Belə izah verəndə sizə tam aydın olacaq. Bura x üçün verib, bura y üçün verib, burada z üçün verib. Deməli, həll olur və həll olmur. Bir də deməli, həll olur və həll olmur. Bir də həll olmur və həll olur. Baxın, mən sizə dedim ki, birinci mərhələdə, gəlin burada yazım. Bir həll olan, birinci mərhələ üçün danışıram, və iki həll olmayan. İki dənə həll olmayan, görürsünüz, bir 2-də var, bir də 3-də var. İndi mən bunun hansını seçəcəm? 3-ü seçəcəm. Mən bunu bayaqları diqqətlə baxmadım. Niyə 3-ü seçirəm, 2-ni seçmirəm? Çünki mən ikinci mərhələdə var da, bundan işim bitmir. İkinci mərhələdə bir həll olan tapmalıyam və bir həll olmayan. Mən bayaqları gördüm ki, mən əgər ki, baxın, bu cür aparsaydım, məndə onda bir həll olan, bir həll olmayandan 2 dənə variantda var idi. Birdə də var idi, 3-də də var idi. Bəs mən bunun hansını seçəcəkdim? Heç birini. Ona görə də mən elə seçməliyəm ki, məndə baxın, 2 dənə həll olmayan, bir həll olan həm 2-də var, həm 3-də var. Mən 3-ü seçirəm və həll olan tərəfdən də apardım. Yəni mən buranı da görmürəm. Buranı da görmürəm. Deməli, mənim üçün əvvəlcə 3. Sonra bir həll olan, bir həll olmayan, onda hansı variantda oldu? 1-də 2 də həll olur, 2-də bir həll olmayan, bir həll olan var. Deməli, əvvəlcə 3, sonra 2. Ümidvaram ki, izahını verə bildim. Baxın, yenə deyirəm. 89-cu sual elə bir ki, asan leveldə, belə deyim, A1 leveldə, sizin dildə deyim. 89-cu sual idi. Bu 93-cü sual isə bir tık üstüdür, yəni A2 leveldə. Bunun aralarında fərq nədir? 89 standart bir qaydana gedirsən. Birinci bir həll olan, iki həll olmayan, o birisi isə bir həll olan, bir həll olmayandır. Bu da eyni qaydadır. Qayda dəyişmir. Sadəcə artıq burada məntiqi istifadə etmək lazımdır. Mən əgər ki, bir həll olan, iki həll olmayan, baxın, məndə görürəm ki, çünki bir həll olan, iki həll olmayan həm ikinci variantda var, həm də üçüncü variantda var. İkinci variantla gedəndə məndə bir həll olmur, bir həll olur, bir həll olmur, bir həll olur, həm birdə olur, həm üçdə olur. Məndə belə bir şey olmalı deyil. Mən elə bir sadələşdirməliyəm, mürəkkəbləşdirməli deyiləm də. İki variant məndə olmalı deyil, bir dənə variant da olmalı idi. Mən ona görə ikini seçmirəm. Üçüncünü seçirəm. Və orada mən həll olan istiqamətdən, şagird istiqamətdən və üfüqi istiqamətdən silirəm. Deməli, əvvəlcə 3, sonra geridə qalan 1 ilə 2-də x-ə, y-ə baxıram. Birdə görürəm ki, ikisi də həll olur. 2-də isə bir həll olan, bir həll olmayan var. Və mənə də o lazım idi. Bir həll olan, bir həll olmayan. Ona görə sonra 3. Yenə deyirəm, başa düşməyənlər varsa ayrıca bir video çəkərəm, yenə də izahını verərəm. Tək siz yorumlarda yazın. Sonra deməli, əvvəlcə 3, sonra 2 hansı variant olur? 93-də B variantı. Yəqin ki, başa düşdünüz. Gəlin, baxın, 94-cü sualda burada var. Deməli, uşaqlar, burada deməli, 94-cü sualda. Deməli, bizim qaydamız necə idi dedik? Birinci mərhələdə yenə yazıram. Birinci mərhələdə, deməli, uşaqlar, biz götürürük, deməli, bir dənə həll olan, 2 dənə həll olmayan. Bir həll olan və 2 həll olmayan. İkinci mərhələdə isə bir həll olan, bir həll olmayan. İndi gəlin baxalım. X üçün, deməli, 2 dənə x üçün deyirəm. Birinci üçün üfüqi istiqamətdə baxsaq, baxın, 2 həll olmur, bir həll olur. Bu birisi 2 həll olur, bir həll olmur. Bu birisi də üçüncüdə 2 həll olur, bir həll olmur. Deməli, bizə nə lazımdır? Birinci olan. Baxın, bunu belə çəkdim. Və həll olur tərəfdən də x-i qoydum. Deməli, baxın, mən bu hissədən baxmıram. Deməli, mən də birincini götürdüm. Əvvəlcə birincini götürdüm. Və həll olur istiqamətdə, şagird istiqamətdə oranı da sildim. İkinci mərhələdə mən deyirəm ki, bir həll olan, bir həll olmayan söz lazımdır. İkinci variantda ikisi də həll olur sözü var. Üçüncü variantda isə bir həll olur, bir həll olmur. Deməli, birdən sonra nə götürəcəm? 3. 2 çünki ikisi də həll olur, o mən götürmürəm də. Oldu 94-də A variantı. Yəqin ki, başa düşdünüz. Aha, uşaqlar, gəlin 95-ci suala baxaq. 95-ci sualda deyir ki, hansı halda kimyəvi hadisə baş verir? Kimyəvi hadisə yaşadır hansılar aiddir? Krekkingdir, dissosiasiyadır, sabunlaşma, hidratlaşma, oksidaşma reaksiyaları, hidroliz, elektroliz
Misal olaraq bunları misal göstərə bilərik. Parçalanma, yanma, bunlar hansılar nəyə aiddir? Kimyəvi hadisəyə aiddir. Baxın, birinci halda görürük ki, baxın, birinci halda görürəm ki, kalium permanganatı, baxın bu kolbadır. Kolbanın tərkibində kalium permanganat var və onu deməli parçalayır, qızdırır. Kalium permanganat uşaqlar parçalananda o elə bir ki, parçalanmadan danışıram da uşaqlar. Parçalanma nəyə aiddir? Təbii ki də kimyəvi hadisəyə aiddir. Baxın, burada hətta yazın. Kalium permanganat uşaqlar parçalananda, yəni o temperaturun təsirindən parçalandıqda kalium permanganat. Parçalanma elə kimyəvi hadisəyə aiddir. Qızdırıldıqda alınır. Kalium 2 mangan O4 üzərinə gəlinsin mangan oksid və üzərinə gəlinsin oksigen. Parçalanma elə nəyə aiddir? Kimyəvi hadisəyə aiddir. İkinci halda görürük ki, qabdır. Qabın tərkibində içində su var və suya silisium O2 qum əlavə eləyir. Qumla suda həll olunur. Yəni adi şəraitdə su ilə reaksiya girmir də. Qumla su qarışığı necə qarışıqdır? Heterogen qarışıqdır. Və biz heterogen qarışığı, yəni qum su qarışığını nə ilə ayırd edirdik? Nə ilə ayırırdıq? Süzmə ilə. Biz də dedik ki, bu NCS qarışıqların ayrılma suları, müxtəlif qarışıqdan ayrılma suları, sonra ərimədir, buxarlanma, kondensləşmə, sublimasiya, desublimasiya. Bunlar hansı hadisə idi? Fiziki hadisə, kimyəvi hadisə yox ha, fiziki hadisə. Ona görə 2 səhvdir. Sonra üçüncü, deməli, yenə suya indi bu dəfə natrium oksid əlavə edir. Natrium oksid uşaqlar su ilə reaksiya daxil olur və natrium hidroksid əmələ gətirir. Yəni, bu niyə kimyəvi hadisədir? Bir maddə digər maddə ilə reaksiya girdi, tamamilə başqa bir maddə əmələ gətirdi. Tamam mı? Yeni bir maddə yaratdı. Ona görə 3 kimyəvi hadisədir. Dördüncü isə bizdə yodun qızdırılmasıdır. Yodun qızdırılması uşaqlar. Yodun qızdırılması ümumiyyətlə, necə deyim, sublimasiya prosesidir də. Sublimasiya biz dedik ki, yəni odur ki, hansı hadisəyə aiddir? Fiziki hadisəyə. Çünki mən sizə hətta öyrətmişdim nəzər əsasında. Sublimasiya maddənin bərk haldan birbaşa qaz halına keçməsidir. Baxın, burada da yod bərk haldadır. Yod adi şəkildə bərk haldadır. Ha, uşaqlar, yod elə bilirlər ki, uşaqlar maye haldadır. Yod maye halda deyil. Yod adi halda bərk haldadır. Və baxın, burada da görürsünüz, qaz halında buxar şəklində ayrılıb. Yəni, bərk bir maddə buxar halında qaz halına çevrilib. Və bu da hansı prosesidir uşaqlar? Sublimasiya. Sublimasiya biz misal göstəririk yod. Yəni, yod sublimasiya olunur. Və sublimasiya da uşaqlar fiziki hadisədir. Kimyəvi hadisə deyil. Ona görə 4-ü sildik. Doğru cavab olur bizdə 1 ilə 3. Yəqin ki, başa düşdünüz. Sonra 96. 96-cı sualda nə deyir? Deməli, deyir, hansı ifadələr doğrudur? Baxın, qaynama temperaturu verib, bir də zaman verib. Bir deyir, xətt saf suya aiddir. Dedik ki, baxın, saf su nə deməkdir? H2O-dur. Yəni, onun formulu var. Və saf maddələrin dedik ki, xəstləri sabit olur. Yəni, onun sabit qaynama temperaturu olur, sabit ərimə temperaturu olur. Sizcə, indi bir, saf suya aid olar? Deyirik, yox. Çünki bir görürəm ki, müəyyən müddətdən sonra bunun artır. Mən də deyirəm, sabit olmalıdır, sabit. Baxın, sabit yalnız 2-dədir. Deməli, 2 saf suya aiddir. İkinci xətt saf suya aiddir. 3 götürürəm. İndi bir qaldı birinci xətt, bir də qaldı üçüncü xətt. Baxın, birinci xəttdə xörək duzu su olacaq. Niyə? Çünki baxın, burada görürsünüz, qaynama temperaturu birinci xəttdə artıb. Deməli, burada xörək duzu və su məhlulunun mən qatılığını artırsam, onun qaynama temperaturu da artacaq. Düşün ki, bir var xörək duzu, bir də su. Az götürsəm onun miqdarını, qaynama temperaturu az olacaq. Çox götürsəm, qaynama temperaturu çox olmuş olacaq. Deməli, 2 olur, düz, 3 olur, düz. Baxın, bu üçüncü xəttdə görürəm ki, saf sudan, baxın, saf su axı dedim ikinci xəttdir. Çünki onun temperaturu sabit olmalıdır, qaynama temperaturu sabit olmalıdır. Bu saf sudur. İndi üçüncü xətt saf sudan aşağıdır. Bu nə deməkdir? Saf su uşaqlar bilirik ki, neçə dərəcədə qaynayır? 100 dərəcədə qaynayır. Deməli, bu konstant, bax, bu ikinci xətt var, bu 100 dərəcədir. Üçüncü də etil spirtidir ki, çünki etil spirti bilirik 78-80 dərəcədə qaynayır. Yəni 100-dən aşağıdır. Ona görə bu oxu verib aşağıda 78-80 dərəcə aşağıda olmalıdır. Ona görə 2, 3, 4. Baxın, yenə deyirəm, bunu bəlkə də tam belə başa düşmədiniz. Yenə izahım verirəm. Baxın, heç nədən qorxub verəməyin. Mən burada sizin üçün köməyə gəlmişəm. Yəni, kömək eləmək üçün varam. Baxın, bu 2-yi görürsünüz, uşaqlar, baxın. Necədir? Düppənəm düzdür, yəni konstantdır. Konstant nə deməkdir? Fizikada yəqin ki, bilirsiniz. Sabit deməkdir. Sabit nə deməkdir? Yəni, saf maddənin fiziki xassələri sabit olur. Qaynama temperaturu da onun fiziki xassəsidir. Saf maddələrə hansılar aid edirik? Onun formulu yazıla bilən. Deməli, mən onda
Yalnız formulu yazıla bilən maddəyə aid edə bilərəm. Deyir, birinci xətt saf suya aiddir, bu yanlışdır. Çünki birinci xətt görürsünüz artır. Mənə artmağı lazım deyil, mənə sabit olması lazımdır. İkinci də deyir ki, xörək tuzu suda məhlulu. Bu birinci xətt haqqında danışır. Baxın, mən ikinci xəttdən danışıram. İkinci xətt deyir, saf suya aiddir. Bəli, çünki saf su H2O-dur və onun da formulu yaza bilirəm. Formulu yaza bilirəmsə, deməli bu saf maddədir və saf maddədə sabit qaynama temperaturunda olur. Deməli, ikinci xətt nəyə aiddir? Saf suya aiddir. Götürdüm. İndi 3'ü götürdüm. Birinci xətt, baxın, görürəm ki, saf sudan çoxdur da, yəni ki, saf su 100 dərəcədə qaynayır, düzdürmü? Və birinci xəttdəki ondan yuxarıdadır. Bu deməli xörək tuzu suda məhluldur. Niyə? Çünki xörək tuzunun mən miqdarını çox götürsəm, suyun miqdarını çox götürsəm, onun qaynama temperaturu da artmış olacaq. Ona görə götürürəm 2-ni. İndi deyirəm ki, bu üçüncü xətt də etil spirtidir. Deyirsiniz, ay müəllim, niyə? Hardan bildiniz? Baxın, üçüncü xətt ikinci xəttdən aşağıdadır. Əgər ikinci xətt saf suya aiddir dedik, 100 dərəcədə qaynayırsa, üçüncü xətt ondan aşağıdadır, yəni 100-dən aşağı olmalıdır. Və bizə etil spirti su məhlulunu verib də, su 100 dərəcədə qaynayır. Uşaqlar, etil spirti də 78-80 dərəcədə qaynayır da, düzdür. Yəni 178-80 dərəcədən yuxarıdadır deyə onu yuxarı yazırlar. 78-80 dərəcədə ondan aşağıda deyə onu aşağı yazmaq lazımdır. Ona görə olur 2, 3, 4. Yəqin ki, başa düşdünüz. Sonra 97-ci sualda deyir ki, ayrıca qıbdakı maddələri müəyyən eləyin. Deməli, X-in sıxlığı Y-in sıxlığından deməli azdır. Y sudur. Y su olmalıdır. Ona görə 2 gedir, 4 gedir. Deməli, etil spirti su ola bilməz. Etil spirti su distilli aparatından biz ayırt edirik. Bu ayrıcı qıfdır. Baxın, şəkillərə fikir verin. Bu ayrıcı qıfdır. Və əgər Y sudursa, X benzin də ola bilər, bitki yağı da ola bilər. Ona görə 1-dən 5. Gəlin 98-ci suala baxaq. 98-ci sualda deməli deyir ki, ayrıcı qıfla. Ayrıcı qıf deməli təbaşir su deməli süzmədir. Çünki biri bərk, biri mayedir. Qum su süzmədir. Deməli 2-yə gedir B-yi, 1-ə də gedir C, neft su. A variantı etil spirti su distillə iləndir. D variantı xörək tuzu buxarlanmadır. 99. Bəsit maddə. Hava qarışıqdır, 3-ə gedir A. Ondan sonra almaz, deməli karbon atropik şəkildəşməsidir, bəsit maddədir. Civə bəsit maddədir, 1-ə gedir B ilə C. Benzin qarışıqdır, 3-ə gedir A, D. Fosfindəki uşaqlar pH 3 belə yazılır fosfin. Yəni burada həm fosfor elementini görürsən, həm də hidrogen elementini. Yəni müxtəlif növ elementlər varsa, bu da nədir? Mürəkkəb maddədir. 1-ə BC, 2-yə Y, 3-ə də AD. Sonra 100-cü sualda deməli bəsit maddə deyir. O qrafit karbon atropik şəkildəşməsidir, bəsit maddədir. Mürəkkəb maddə şəkər, mürəkkəb maddədir. Amonyak NH3 ilə yazılır. Bu da mürəkkəb maddədir. Qarışıqdakı deməli uşaqlar, deməli neft qarışıqdır və duman qarışıqdır. 1-ə C, 2-yə A-yı, 3-ə də B-dir. Hələlik uşaqlar bu qədər. Yenə deyirəm, mən burada sizə təkrarlayayım. Bizim qruplarımız var. Bu tamamilə ödənişsiz qruplardır. Mən burada sizə test atıram və siz burada müəyyən vaxt ərzində sınaqları işləyirsiniz və səhvlərinizin izahları mən verirəm. Ümumi olaraq videonu göndərirəm. Yəni mən həmin o qrupa yalnız atıram videoları. Burada YouTube-da yerləşdirməyəcəm və bu nömrəyə yaza bilərsiniz. 051 595 69 64 nömrəsinə yazıb həmin bu qruplarımıza qoşula bilərsiniz. Hamınıza uğur arzu edirəm. İnşallah ki, bütün dərslərin hamısını aydın şəkildə başa düşürsünüz. Uğurlar.